belə, 16-cı əsrdə hansı Rus çarının dövründə Xəzər dənizə çıxış əldə etmişdilər? 4-cü İvan. İllər yadımızdadırmı? Hə. 1552 56. Haralan işğalından 4-cü İvan Xəzər dənizinə çıxış əldə etmişdi? Hansı ərazi? Qazan Həştərxan. Qazan Həştərxan özü hansı dövlətin parçalanmasına yaramışdı? Neçənci əsrdə parçalanmışdı? 15-ci əsrdə. Ay sağ olun. Və beləliklə bu əraziyə çıxış. Amma digər çarların əsas məqsədlərindən biri nə idi? Mütləq şəkildə Xəzər dənizi dövlətinə çevrilmək. Necə ki, Qara dənizi istəyirdilər. 17-ci əsrdə haralar istəyirdi ruslar? Baltika çıxsınlar. Ay sağ olun. Bəs başqa hansı torpaqlar? Belarusya, Ukrayna istəyirdilər, yoxsa yox? Bu torpaqları da istəyirdilər. Və Azərbaycan uğrunda Rusiya neçənci ildə rəqabətə qatıldı? Neçənci ildə qatıldı sizcə? Kimi dövrdən götürərsiniz? Aha, birinci Pyotr rəhbərliyi altında. Bu işğal Rusiya üçün uğurlu nəticələndi, yoxsa yox? Yekun olaraq neçənci ildə çıxartdılar onları? Nadir xan nə vaxt çıxartdı? Hansı müqavilədə yadımızdadırmı? Gəncə müqaviləsi. İndi təzədən 1796-cı ildə kimin yürüşünə məruz qalasıyıq? Zubovun yürüşünə məruz qaldıq. Zubovu kim göndərmişdi bura? Aha. Və Zubovun yürüşü uğurludur yoxsa uğursuz? Uğurlu olası mı Yekaterina öldü? Ay sağ ol, Yekaterina öldü. Neçənci ildə geri çəkildilər? 96-cı ildə. Elə gəldiyi ildə də geri qayıtmış oldu. İndi baxaq görək nəyə görə Rusiya Azərbaycanı istəyir. Bunun cavabını yəqin ki bilirik, eləmi? Rusiyanın xarici siyasi istiqamətlərindən biri hara idi? Azərbaycan bölgəsi. Niyə? Buradan nə üçün istəyir? Xamol mənbəyi, sonra satış bazarı, sonra dəniz varmı? Haranı istəyəcək? Bəli, həm o şirkətini zəiflətmək, həm də hara getmək Xəzər dənizi vasitəsilə? Hindistana getmək istəyir. Bəs Rusiyanın buranı rahat işğal edə bilməsinin səbəblərinə götürək? Ay sağ ol, parçalanmış vəziyyətdədir. Xanlıqlar arasındakı münasibət necədir sizcə? Aha, kəskindir, feodal dağınıqlıqdır. Ölkədə sabitlik varmı Qacar ölkəsində? Qoruya bilirmi? Və Osmanlı qoruya bilirmi Azərbaycan ərazisini? Niyə qoruya bilmir? Ay sağ olun. Neçənci ildə İdiyası müqaviləsi? 91-ci ildə. Və bilirsiniz ki, bu müqavilədən sonra da qoruya bilmədi. Beləliklə, amma Avropa ölkələrində maraqları vardı. Hansı Avropa ölkələrini burada siyasi? Aha. İngiltərə və Fransa. Onlar isə sadəcə Qacarların vasitəsilə Rusların burada möhkəmlənməsinin qarşısını almağa çalışırdılar. Özləri kənardan baxırdılar. Baxaq. Bir də burada irticaçılar vardı. İrticaçı deyəndə kimi nəzərdə tuturdu? Erməniləri. Tələblərini bilirsiniz. İstəyirdilər ki, ərazi əldə keçirsinlər və özlərinə nə yaratsınlar? Dövlət yaratsınlar.